Bir də keçirik bizim bu sezonlarda hansı meyvələr qarşılayır. Onlarla dost olmaq lazımdır. Maraqlı məsələ. Bəli, məsələn narın toxumu ilə bərabər yeyilməsi. Əgər kimdəsə ciddi bağırsaq problemi varsa, təbii ki, toxumsuz yeyəcək. Yenə uşaqlar və böyüklər üçün gün ərzində heç olmasa narın yarısını qədər yemək lazımdır. Toxumu ilə bir yerdə bilirsiniz, narın toxumunun yağı dünyada ən bahalı yağlardan sayılır. Onu hazır ötürmək lazımdır. Maraqlı məsələ. Antioksidantdır əslində. Yəni təkcə onun şirəsi deyil. Onu çox da yemək olmur da, onu çox da yeyəndə yarısı problem yarısı yaradır. bəs eləyər. Sonra itburnu meyvəsi, zirinc, bir də zoğal. Zoğal həm məsələn meşələrdə qalıb da, biraz daha gec yetişir. Mən deyərdim ki, ümumiyyətlə hər gün heç olmasa 8 ədəd zoğal yeyən bir adam ümumiyyətlə qrip olmaz. Hər gün 8 dənə zoğal. Bəzi ədəbiyyatlarda onların ikisinin dənə ilə yeyilməsi var. O tumu ilə birlikdə. Öd kisəsinin funksiyasını artırmaq üçündür. Amma kiminsə mədə problemi olar deyə mən onu toxumsuz tövsiyə eləməyəcəm geniş şəkildə. İtburnu meyvəsini də dəmləyəndə tam xırda-xırda doğranmalıdır. Bir, normal qurudulmalıdır itburnu meyvəsi. Elə dərdim mən ağacdan, onu selofan paketlərdə ağzını bağlayım, götürüm, gətirim, içim, ondan effekt almazsınız. O normal qurudulma temperaturu var. Əvvəllər yaşlı insanlar bunları çox yaxşı bilirlər. Xüsusilə də həyət evlərində onu quruda bilirdilər. Amma indi o əslində isidicilərlə temperatur verib rahat şəkildə qurutmaq olar ki, heç olmasa onun vitamin C-si itməsin. İtburnu meyvəsindən zirinc. İkisi də qırmızıdır, turş məzə qəşəng çay olur. Lap içə bilmirsiniz, adi çayın yanına dəmləmə şəklində qatın, elə için. Və ya turş məzə xoşunuza gəlmirsə, hər cür yolunu deyəcəm ki, içə bilsinlər. Bir balaca bal qatar məsələyə.